Və bu günləri şükürlər olsun Allaha, həmd olsun Allaha ki, bizim də zamanımızın imamı var, bizim sahibimiz var. Amma bilirsən, problem hardadır? Problem ondadır ki, məsələn, mən yox, elə biz hamımız Həzrət Əlinin dönəmində, ya elə İmam Musa Kazımın dönəmində yaşasaydıq, bizim bir problemimiz olsaydı, bir çətinliyimiz olsaydı, istər maddi, istər mənəvi, fərq eləməz. Biz nə edərdik? Sən verirəm Allaha. Gedərdik imama deyərdik də, başqa kimə deyəcəksən? Ya imama deyərdin, ya da ki, məsələn, indi özün gedə bilməsəydin, gedənlərin birinə deyərdin ki, sən an verirəm Allaha, sən Allah. Bağdada gedirsən, ya Mədiniyə gedirsən, ya imamlarımız harada, Xorasanda, məsələn, Xorasana gedirsən, imamı görsün, bir də məni deyəsən də bu çətinliyimi. Belə deməzdi. Bəs indi çətinliyimizi niyə İmam Zaman Ağaya demirik? İmam Zaman Ağa gözlərdən qayibdir də, vücudu mövcuddur, yoxsa yox, mövcud. İndi də denən də, çətinliyi denə. Denən ki, ağa, mənim dərdim var. Denə. Denən nəticəsini gör günə. Denə. Yəni, özümüzü belə aparırıq ki, sanki, əstəğfirullah, nauzubillah, bizim imamımız yoxdur, bizim sahibimiz, bizim imamımız var, bizim sahibimiz var, bizim böyüyümüz var. Və o da Allahın izni ilə Allah zuhurunu tezləşdirsin inşallah. O mövcuddur və qiyamətə qədər də mövcuddur.